Herkese salam. Bugün sizinlə birlikdə 5-ci sinif ingilis dili səhifə 104 və 105 işləyəcəyik. Gəlin başlayaq. Birinci misalda find and name four more things. Yəni bu şəkildə verilmiş 4 əlavə 4 şəklin adını yazın. Birincinin özü bizə yazıb. Music. Gördüyümüz kimi burada bir not şəkli var. İndi ikinciyə keçək. İkinci gördüyümüz kimi şalvardır. Yəni ingiliscə pants. Yazacağıq. Üçüncü gördüyümüz kimi velosipeddir. Onun üçün yazacağıq ki üçüncüdə gördüyümüz kimi, yəni dördüncüdə gördüyümüz kimi bir dənə telefon şəkli var. Onun üçün yazacağıq ki phone. Yəni telefon. İndi gəlin 5-ciyə keçək. 5-cidə gördüyümüz kimi ev şəkli var. Ev isə ingiliscə home deməkdir. İndi gəlin ikinci misal keçək. İkinci misalda bizə deyir ki, eyni rəngdə olan sözcükləri tapın və onları düzgün ardıcıllara qoyaraq cümlə yazın. Birincisi özü bizə verib. What is your name? Adın nədir? İndi gəlin ikinciyə baxaq. İkincidə ola bilər ki, what is your teacher? Sənin müəllimən kimdir? İndi üçüncüyə baxaq. What is your address? Yəni sən harada yaşayırsan, harada qalırsan? Adresi nədir? Gəlin dördüncüyə keçək. Yaza bilərik ki what is your phone number? Sənin telefon nömrən nədir? Yəni sənin ümumiyyətlə nömrən nədir? Beşinciyə yaza bilərik ki məsələ üçün how are you? How are you? Sən necəsən? Bunları yazdığımıza görə indi deyir ki, bu sualları indi özünüz cavablandırın ingiliscə. Bu sizin özünüz yazacaqsınız. Yəni müəlliminiz kimdir, harada yaşayırsınız, nömrəniz və necə olduğunuz. İndi gəlin üçüncü misala keçək. Copy chat your notebook. Write words in the chat. Use the numbers to find the second word. Deyir ki, bunları aşağıya, bu cətvəli dəftərinizə köçürün, sonra isə bunu tamamlayın və alınan gizli sözü tapın. Bunları yazdığımıza görə indi gəlin baxaq, gizli söz nədir? Birinci hərfimiz M, ikinci hərfimiz A, üçüncü hərfimiz T, dördüncü hərfimiz I, beşinci hərfimiz O, altıncı hərfimiz M, yeddinci hərfimiz A, səkkizinci hərfimiz L, doqquzuncu hərfimiz I, L, I, 10-cu hərfimiz T, 11-ci hərfimiz I, 12-ci hərfimiz R, 13-cü hərfimiz isə S-dır. Sözümüz, alınan söz mationality'dir. Bu sözün mən tam mənasını bilmirəm. Siz sözünüz mənim mənasını soruşun. Look at the color in the flag names. Bayraqların yanındakı rənglərə baxın. Bayraqların adlarının yanındakı rənglərə baxın. Sonra sualları tamamlayın. Is Luis Brazilian? Luis Braziliandır. Bəli, o Braziliandır. Is Joe and Diego Mexican? No.
Z, A, Z, R gördüğümüz kimi Spanish olacaqlar. Çünki bayraqların rəngləri adlarında verilmiş rənglər ancaq bayrağın rənginə oxşayır. Üçüncü, is Amelie South African. Amelie South African'dır. Yes, she is. Bəli, o yəni Güney Afrikadandır. Dördüncü, are you American? Sən Amerikalısan? No, I am Russian. Xeyr, mən Rusam. Beşinci, is Javier Spanish? Javier İspanyalıdır. No, xeyr. O gördüyümüz kimi Mexikoludur. Yəni o Mexikodandır. No. İndi keçək səhifə 105-ə. Gördüyünüz kimi birinci misalda bizə deyir ki, onlar nədir? Use code and find places. Kodları düzgün tamamlayın və düzgün sözlər tapın. Gördüyünüz kimi burada müxtəlif işarələr verib. Hər işarə bir dənə sözün qarşılığıdır. Yəni hərfin. İndi gəlin düzgün hamısını tapaq. İndi gəlin baxaq. Miguel is in the dinner room. Miguel yemək otağındadır. Beatrice in the living room. Beatrice yataq otağında, yəni sağ otağındadır kimi. Lucas in the bedroom. Lucas ayaq yolundadır. Enzo in the bedroom. Enzo yataq otağındadır. Cəmilə is in the yard. Cəmilə isə yarddadır. İndi birinci misal işlədiyimiz görə ikinciyə keçək. İkincisi bizə deyir ki, buradakı verilmiş hərfləri düzgün sözə çevirin. Sonra isə onları sual qurub cavablandırın. İndi gəlin işləyək. İşlədiyimizə görə gəlin baxaq. Is there a bed? Bu şəkildə bir dənə yataq varmır. Yes. Yəni gördüyümüz kimi burada böyük bir yataq var. İkinci. Is there closet? Burada geyim varmı? Yəni paltar. Gördüyümüz kimi burada paltar yoxdur, olsun. No yazacaq. Üçüncü. Burada stul varmır. Gördüyünüz kimi stul var. Onun için yazacaq ki yes. Dördüncü. Burada bir stol varmı? Gördüğümüz gibi burada stol yoktur. Ya da bu balaca bir stol gelir. Onun için yes yazacağıq. Beşinci. Burada pencere var mı? Gördüğümüz gibi 2 tane pencere var. Onun için yazacağıq yes. Ya da bu table'a daha no yazmaq da olar. Çünkü böyük bir masa yoktur. İndi keçək üçüncü misala. Who am I? Mən kiməm? Bu cümlələri ailəni saxlıb tamamlayın. My cousin's mom is my. Mənim əmim oğlumun anası mənim şeyimdir, gəlin bacımdır. Yoxsa bibimdir sadəcə. İkinci. My dad's brother is my. Mənim atamın qardaşı mənim uncle. Yəni əmimdir. My dad's mom is my. Mənim atamın anası mənim grandmamdır. Yəni nənəmdir. Mənim anamın atası isə mənim babamdır. Grandpa. My parents are my. Mənim valideynlərimin valideyni isə mənim grandparentsdir. Yəni nənəm və babamdır. My sister's dad is my. Mənim atamın bacısı mənim atamdır. Yəni mənim bacım, bacımın atası mənim atamdır. İndi keçək dördüncü suala. Dördüncü sualda bizə deyir ki, kodlara baxın və cümlələri tamamlayın. Gördüyünüz kimi, məsələn, burada birinci sol üstə nöqtə parlayır, sağ ortada parlayır, sol altda parlayır. Odur. Onu asıl olaraq digərlərini tamamlayacağıq. Gördüyünüz kimi bu misalı yazdıq. Gəlin oxuyaq. Sənin nənənlə babanın fair hair, yəni
Do your grandparents have fair hair? Yəni sənin nənənlə babanın saçları açıq rəngdədir. İkinci, do you have three brothers? Sən üç qardaşın mı var? Üçüncü, does your dad have a sister? Atan bir bacısı varmı? Does your mom have blue eyes? Sənin ananın mavi gözləri varmı? Beşinci isə does your friends have long hair? Sənin dostlarının uzun saçı varmı? İndi gördüyünüz kimi bunları işlədik. İndi gəlin 5-ə baxaq. Now answer the question for you. Burada verilən sualları özünüz cavablandıracaqsınız. Bu siz öz həyatınızdan, yəni siz özünüz görəcəksiniz. Qardaşınızın olmasını və s. Bunun üçün özünüz cavablandıracaqsınız. Bugünlük bu qədər. Gələcək videomuzda görüşmək ümidi ilə. Hələlik.